Ey Rabbim, ey Allah'ım, ey qüdrəti geniş olan Allah'ım, mərhəməti sonsuz olan Rabbim, İlahi, özün Quranda buyurmusan, hər kim məni çağırsa duaların qəbul edərəm. Bugün də qapına gəldik. Bugün də acizanə səndən istəyirik, ya Rabbim, günlərimizi xoş, ömrümüzü bərəkətli, ruzimizi bol, həyatımızı sağlam elə, ya Rabbim. Bu Qur'an ayında övladlarımızı, gələcək nəslimizi pak və sağlam elə. Övladı olmayanlara övlad əta elə. Borcu olanların borcların əta elə. Sıxıntılardan, çətinliklərdən mühafizə elə, ya Rabbim. İlahi, ata-anamızın ruhlarını şad elə. Ya Rabbim, son Ramazandan qərar vermə. İlahi, sənə and verirəm Cəlalımın xatirinə. O yaxşılıq edən insanlar ki, onlar istəyirlər, yaxşılıq eləyərlər. Çünki yaxşılıq Allah sənin simalarından və sənin adlarındandır. Çünki yaxşılıq eləyən Allahın dostlarındandır. Onların imkanlarını, maddi və mənəvi ruzilərin bol elə. Ağlımızı əlimizdən alma, ya Rabbim. Amin, amin.